Zakısız bicdir də. Ağzıva gələn gic-gic danışmaz. Tutub ağzını çırarlar sən. Gic-gic danışmaz. Ağzıva gələn gic-gic danışma. Taparlar səhifəvi, qusarlar sənin başına. Ağzıva gələn danışma, bala, bildin bilmədin. Nəyi düz deyir? Düz zat demir. Düz niyə olur ki? Cəmaat toyulur, kəbil eləyir. Elə qız var ki, yaşı düşmür kəbilə. Bicdir, indi bic doğur. Nə ağzınıza gələn danışırsınız? Bic niyə olur ki? Bəyəm indi bu çörəyə and olsun, qızıllı Quran and olsun, 50% ailələri saks eləmir. And ola Rəbbimə, bu qızıllı Quran haqqı. Ağzınıza gələn gic-gic danışmayın. Halala qalsa elə kəbin halaldır. Gedib molla ilə məsciddə qılırsan. Kağız sadəcə kağızdır ki, sən sadəcə sabah evlənəndə, boşananda sənə ev düşsün. Nəsə düşsün, neynəsin, çöllərdə qalmayasan, aliment almağın asanlaşsın. Zaks onun üçündür, qaşqaldaq. Kəbin isə Allahın altında halalçılıq üçündür. Başa düşdün az? Bizi sən doğarsan, üstündə də davafqa. Zaks lazımdır, bəli. Ona görə lazımdır ki, sabah çöldə qalanda, yiyəsiz qalanda o zaks kağızı qoyursan ortalığa ki, mən zaksla gəlmişəm, kağızla. Əsl kişiyə getsən o zaksa da heç ehtiyac yoxdur. Var da matişkələr üzvə durur. Rosa ağzınıza gələni danışırsınız da. Zaks əsasdır, bəli. Bu gün qızların sürünməmək üçün əsasdır. Amma halalçılığa qalanda kəbindir. Heç kim belindən qırmızı lent, gəlinlik geyinib, belinə qırmızı lent bağlayıb, toy eləyib bic doğmur. Bizi sən doğarsan.